Dostlar salam. Necəsiniz? Dedim bugün bəzi suallara cavab verək. Bir Çangan A05 ilə bağlı suallara cavab verək. Moykaya gedək. Oradan Zaretkaya gedək. Bugün bazar günüdür, yağış yağıb. Maşın qalıb suyun içində. Yəni qaraj qalıb suyun içində, maşın da orada. Amma təsiri yoxdur. Yəni ən azından məsafə var. Maşınımızı düzdür, mən indi yaxınlaşsam özü yanacaq. O heç, amma belə özümüz yandıraq. Şöyle. Bize uzaklaşsan sonra. Neyse yandıraq. Dostlar. Yəni belə. Maşımızı xotlayaq. Benzinimiz full. Tam xotlamadım. Öyleydi sözü gələndə tam xotlanır. Benzinimiz full. Batareykamız zəifdir. Görək nə qədər batareykamız var. Düzdür, mən çox belə tez-tez şarja getmirəm. Ancaq rekuperasiya ilə dolur. 27%. Yəni belə. Bugün biz Çangan barəsində danışacaq. Yenə də bəzi suallara cavab verəcəm. İndi bildiyim qədər. Bu arada çikol çəkdirdim. Təzəm. Yəni belə. Çax yola görək nə olacaq. Dostlar. Çax yola elə gedək. İşlərimizi görək. Bugün inşallah dediyim kimi istəyirəm həm moykaya deyim, həm maşını şarj edeyim, həm onu görsədim necə eləmək lazımdır. Bu olaraq da ki, bəzi suallar var. Çox adam mənə yaxınlaşır və deyir ki, maşın necədir, indi necə özün görsədir. Düzdür, mən hardasa bir ayda sürürəm. Hələ ki, yəni, böyük bir problemlər yoxdur, amma bəziləri var. Yəni, mən üçün olan. Belə deyim. Hal-hazırda birinci problem nədən ibarətdir? Birinci problem bu qapıdakı şüşə bərk gedəndə, yəni daşların üstü ilə və yaxud da çıngıllı yolda gedəndə bu şüşə səs edir. Bunu sadəcə aşağı salıram, biraz səs istəyir. Ola bilər indi yerindən oynayıb və yaxud da nədirsə. Bir də ki, başqa bir problemi, bu maşınlar bilirdinizdə, yəni neçə gündür yağış yağıb, yəni hər yeri su basmışdı. Bu maşınların problemi odur ki, batareykaları altda olur. Altda olduğuna görə də ki, zaşitası, yəni qoruyucusu plasmasdır. Qoruyucusu plasmas olduğuna görə su batareykalara keçə bilər. Onun əsnasında həm də ki, misal üçün, həm dediyim o cıngıllı yerlərdən, daşlı yerlərdən keçəndə altı dəyə bilər, həmin qoruyucu. Onun üçün də ki, mən bildiyim qədər bütün batareykaları əgər nəsə olsa, zədə olsa, yəni bütün batareykalar çıxsın, əlavən hamısı çıxsın, nə bilim nə çıxsın. O da ki, elə 2000-ə yaxın pul eləyir, 1600-2000-ə yaxın pul eləyir, düzəltdirmək falan 5 məkan. Mən bildiyim qədər, yəni qrupda uşaqlar, yenə deyirəm, Çangan A05 qrupundayım mən. Orada uşaqlar yazdığına görə onun altını dəmirlə, dəmir qoruyucu qoymaqla qorumaq olar ən azından. Düzü sudan qorumasa da ən azından belə deyim, bu çıngıllı daşlı yollardan qoruyacaq. Yəni başqa nə deyə bilərəm? Başqa da ki, yəni başqa elə ki minusu yoxdur mənim üçün. Biraz bu motorun krışkası gəlmir bunlarda. Yəni bəzi nüanslar var. Bir də dostlar deyim, kitabında, yəni bunu satanda və yaxud da belə deyim də, özlüyündə 73 km-lə 100%-nə 73 km-lə getmək olur. Amma belə deyim, mən bir ayda sürürəm 100%-lə 53 km maksimum gedib. Bəlkə yürüyüşdən də çox şey yaxşıdır, amma mən bilən elə 53 km gedir. Yəni pis deyil, düzdür şəhər içi, yəni mən o qədər də getmirəm, o qədər də sürmürəm gün ərzində, amma istəriz ki 73 km olsun. 53'dür. Dostlar,
Burada qoymuşuq zaretkaya. Çox adam da soruşur, evdə, ev şəraitində buyurun baxa bilərsiniz.